Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb. Qafqaz.info xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, marşrut üzrə səyahət qiymətləri Bakı-Tbilisi 81 manatdan, Yevlax-Tbilisi 67 manatdan, Gəncə-Tbilisi 62 manatdan, Ağstafa-Tbilisi 57 manatdan, Böyük Kəsik-Qardabani 51 manatdan başlayır. Bakı-Tbilisi-Bakı marşrutu müasir Stadler qatarları ilə həyata keçiriləcək. Xatırladaq ki, ilkin razılaşmaya əsasən qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisdən isə 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd gömrük baxışı məqsədi ilə 1 saat isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub. Bakı-Tbilisi-Bakı qatarlarına Azərbaycan ərazisində Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmir Yolu Vağzalında dayanacaq veriləcək. Qeyddə ki, Baş nazir Əli Əsədov qərarı ilə mayın 25 saat 00:00-dan dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.